Əlavətən də nəyə demək istəyirəm Azər bəy? Ümumiyyətlə lap heç bu bir alternativ deyə məni qoyaq bir qırağa. Yəni bir insanın dinin içində olaraq, dinin içində mövcud olaraq yəni dinin içindəki problemləri görə bilməz anlayışı mənə görə rasional bir anlayış deyil. Necə deyil? Çünki siz bayaqların belə bir iddia etdiniz, amma halbuki sizdən yarım 5 dəqiqə əvvəl hansı ki dində olmayan bir adam dinin içindəki problemlərə yetəri qədər, hətta Qurandan mənə argument gətirirdi adam. Dinin içindəki məlumatlardan, yəni problem kimi gözümüzə görünən məsələlərdən yetəri qədər məlumatı olan, olma ehtimalı olan deyək belə, çünki bilmirəm məlumat var idi, amma olma ehtimalı olan bir adam dini burada qəbul etdi. Amma bu bir kənara qalsın. Hər bir halda mənim sualım bu deyildi. Yəni, niyə mən ateist olmalıyam sualı, ona görə ki, dinlərdə problem mi var? Xeyr, bu rasional bir cavab deyil. Mən sizə ümumiyyətlə bunu soruşmadım. Bax, dini qoyaq qırağa, yaradıcı anlayışını qoyaq qırağa. Mən sizə sual verirəm ki, ateizm öz-özlüyündə bizə hansı rasional bir belə deyək də mənəvi yüksəliş mi deyim buna, nə bilim sosial rifah mı deyim buna, nə bilim ruhumuzun, ya ruh anlayışı ateizmdə bu arada yoxdur, özümüzün kamilliyi mi deyim, yəni bizə nə təklif edir, biz niyə ateist olaq? Yəni ateizm öz-özlüyündə tam olaraq nədir? Bizə ateizmin tam olaraq nə olduğundan danışın. Okey, mən də deyirəm də ateizm bu bir həyat fəlsəfəsi deyil, bu bir yaşayış tərzi deyil. Ateist olmağıma rağmen mən bir atayam, mən bir yeri gəlsə müəlliməm, oğulam, övladam, belə deyim, nəvəyəm, həm də eyni dərəcədə bir vətəndaşam, eyni zamanda belə deyim də bir Azərbaycan xalqının bir kiçik də olsa bir ziyalı oğluyam, vətənpərvərəm. Bu say bitməz. Yəni mənim həyatda tutduğum mövqelər təkcə ateizmdən ibarət deyil. Ateizm sadəcə dinlərdən uzaq durur, teizmdən uzaq durur. Şəxs kimi həyatını yaşayan bir şəxsdir. Bax, əziz qardaş. Bir dənə bunu deyim, davam eləyin, sizi dinləmək istəyirəm, mənə çox xoşdur, amma çox üzr istəyirəm, bəlkə də mən izah edə bilmirəm. Mən ateizm, dinlər və tanrı yoxdur deyib bizə nə alternativ verir? Sizin sadaladığınız şeylər din və ateizm məsələsi deyil. Yəni oğul olmaq, ata olmaq, vətənpərvər olmaq, bunlar zaten dində də var. Yəni bir adam dindar ola, ata da ola bilir, oğul da ola bilir, vətənpərvər ola bilir, bayrağını, millətini, bayrağındakı üç rəngin üçünü də xüsusi sevib, ona görə döyüşüb şəhid olmaq və s. Bunların hamısını bizim dinimizdə ola bu adamı, ya biz söhbət İslamdan getmir, bir adam Hristiyan olsa da bunu edə bilər. Yəni dindar bir adam bunları edə bilir. Mən niyə ateist olmalıyam? Təkrar edirəm. Aha, belə bir məcburiyyətimiz yoxdur, bax. Bu ateizm bir seçimdir. Bu əqli şuuru bir seçimdir. Sən, məsəl üçün, niyə mən riyaziyyat müəllimi olmalıyam kimi qədər bir absurd bir sualdır əslində. Yəni, heç kim səni məcbur eləmir ki, sən riyaziyyat müəllimi olasan, riyaziyyat müəllimliyini söylürsənsə, əgər sənin beynin buna uyğundursa, həqiqətən də ateizm çətin bir şeydir. Yəni, hər hansı bir yerə dayaq nöqtəsi kimi baxan bir insana, məsəl üçün, bu çətin gələ bilər. Amma mən heç bir yerə dayanmadan, öz ayaqlarının üstündə dayanıb, rahat, məsələn, insanlar var, görürsən ki, bir dostu ilə söhbət edir, kiminsə maşınına söykənir, hökmən o harasa söykənməlidir, ya bir ayağını qaldırıb bir divara dayanıb söhbət eləməlidir, oturmağa yeri yoxdursa bunları eləyir və yaxud oturmağa yeri varsa oturur və yaxud çömbəlir, bu kənd uşaqlarında daha tez. Yəni, bunlarsız da sadəcə dik qalıb, əlini cibinə salıb, rahat, azad şəkildə danışa bilərsən. Bu bir tərzdir. Bu tərzi sən seçə də bilərsən, seçməyə də bilərsən. Məsələ bu. Aydındır. Bax, məsələ burasındadır ki, bir adam mən niyə riyaziyyat müəllimi olmalıyam sualının yetərli qədər təfsilatlı cavabı var. Yəni bir adam bunu məndən soruşsa, mən adama deyərəm ki, necə bəyəm, siz riyaziyyatdakı düsturları, rəqəmləri, vurma cədvəlini və ümumiyyətlə bir riyaziyyatçı kimi bizim ölkəmizin bayrağını, bizim ölkəmizin adından böyük başqa ölkələrdə, Avropa ölkələrində və s. böyük rezultatlar əldə edib, böyük bir adekvat şəxsiyyət ola bilərsiniz. Yəni bir riyaziyyatçı olaraq böyük elmi tezislərdə iştirak edə bilərsiniz. Yəni bir riyaziyyatçı olmaq üçün minlərlə səbəb var. Amma bir insanın ateist olması üçün mənə hələ də siz bir dənə səbəb deməmişsiniz ya Azər bəy. Əzizim, bax, niyə ateist olmalıyam? Bax, mənim dediyimi, bax, anlamadım. Bax, sənin riyazi savadın var.
Sual verirəm. Müəyyən qədər, yəni belə deyim də, özüm üçün kifayət Məsəl edir. üçün sənə maraqlıdır. Mən desəm ki, tutaq ki, iki eşeğin arpasını bölə bilərsən. O suala yəni normal baxa bilərsən. Yəni sırf Bu riyazi adətən, okey, aydındır. riyazi Bu baxımdan sualın baxa bilərsən. riyazi baxımdan verilsə, bəlbət ki, maraqlanaram. Amma bu sual adətən veriləndə biraz qərəz var axı burada ki, qarşı tərəf iki eşeğin arpasını belə belə. Yo, eşeği qoydum qırağa. Tutaq ki, iki atın arpasını böl. Ya. Bu sənə maraqlıdır. Fərqi yoxdur. Yox, bu sənə maraqlıdır. Əzizim, bax mən özüm Bu mənə riyaziyyatçı siz olduğum müraciətsiniz Azərbəy. O maşallah xəbərim yox idi bu arada. Bəli. Mən riyaziyyatdan, sırf riyaziyyatdan imtahan verib, yəni universitetə daxil olmuşam. Söhbət ondan gedir ki, əzizim. Bu arada mövzumuzun sonunda bu barədə bir şey soruşacağam öyrənmək üçün bu arada. Həqiqətən. Buyurun. Amma məsələ nədir? Hər kəs məsəl üçün məntiqi, riyaziyyatı sevən biri deyil. Adam var məsəl üçün ədəbiyyatçıdır. Sevməyə bilirəm. Bədii əsərləri sevir. Bax, mən məsəl üçün açıq etiraf edirəm. Mən məsəl üçün şeir yadda saxlamaq istedadım yoxdur. Ona görə mən özümü zorla ədəbiyyatçı eləyə bilmərəm. Bu da seçim məsələsidir. Əslində dərindən düşünsən seçim məsələsidir. Mən bayaq ona görə izah elədim ki, bir insanın bir dayaq nöqtəsi olması hökmən mütləq vacibdir. Onun psixoloji durumu onu tələb edir ki, mən özüm də yəni ateist olana qədər fikirləşirdim ki, məndə bir boşluq yarandı da 40 yaşına qədər belə inancla gəldim. Burada bir boşluq yarandı. Bu boşluğu nə ilə doldura bilərəm? Yavaş-yavaş, zaman-zaman, yəni bu rahat bir məsələ deyil, proses deyil. Bunu zaman-zaman, çünki 40 yaşına qədər mənə başqa bir şey alternativ sunmuşdular. O alternativlə gəlmişdim, amma o boşluğu mən zaman-zaman doldurdum. Məsələ burasındadır ki, riyaziyyatı da hər kəs sevə bilməz. Onun üçün belə deyim də bazısında xüsusi bir beyində xüsusi bir şeylər olmalıdır ki, bunu sevsin. Şeiriyyatı sevən insanlar var. Mən məsəl üçün maraqlanmıram, heç mənə maraqlı da deyil. Amma ədəbi tənqidçiliyim var. Bəli. Məntiqlə baxıram. Müəllim müdaxilə eləmək olar. 1 saniyəlik, 2 saniyəlik, 3 saniyəlik. Buyurun Səlam bəy. Bilmirəm, efir yiyəsi. Salam aleykum müsəlmanlara. Deməli, müəllim, ilk üzrə sualım sizədir. Müntəzir qardaş sizə konkret bir dənə sual verdi. Adətən riyaziyyatçılar konkret olur. Siz tarix müəllimi kimi danışdınız bayaqdan. Yəni, müntəzir soruşur ki, ateizm sizə nə verib? Konkret cavab vermək olar bir riyaziyyatçı kimi. Yoxsa tarix müəllimi kimi danışdı deməli. Azadlıq. Nə azadlıq müəllim? Konkret olar mı? İnsan kimi, Samir bəy, insan kimi bir azadlıq verib. Bax, sayıram. Deyirəm sizə bir-bir. Hansı azadlıqlar verir? Mən yaxşılıq eləyirəm və kimlərəsə köməklik eləyirəm. Öz zövqümə görə eləyirəm, özümə görə eləyirəm. Bu bir. İkincisi, mənim heç bir, belə deyim də, bir gərginliyim yoxdur o dünyanın sınaq imtihanına görə. O imtihandan sonra hansı dünyaya düşəcəyim sizin belə deyim. Yox, müəllim, bir dəqiqə, üzr istəyirəm artıq dərəcədə. Siz imtahana inanmırsınız ağa, hansı azadlıqdan söhbət gedir? Vaxt vardı, inanırdım da, yəni 40 yaşına qədər inanırdım. Çox sonra da inanmadınız da, yəni nə oldu ki? Yük, elə bir şey, yox, o vermək deyil, o nədənsə güya ki azad oluruz. Real olaq da... Samir bəy, bir dəqiqə olun. Mən də onu izah edirəm. Deyirəm ki, 40 yaşına qədər keçirdiyim o gərginlik vardı. Mən məsəl üçün müsəlman olanda çox məsuliyyətli bir müsəlman idim. Hər bir şeyin hesabatını Allaha verirdim. Dizimi qoyub yerə Allahla danışmışam, hətta ağlaya-ağlaya danışmışam. Belə deyim də müəllim, din sizi yükləmişdi, belə deyək. Dindən çıxdınız, özünüzü azad, rahat hiss elədiniz. Bunu belə deyək də. Bəli. O demək deyək ki, ateizm sizə azadlığı verdi. Sadəcə din sizə... Bax, belə deyim də müəllim, bax, məsəl üçün adam var, deyir ki, mən zina edirəm, onsuz qala bilmərəm, ona görə İslam mənlik deyil. Başa düşürsünüz, o çərçivə onu sıxır. Siz də çərçivə sıxıb, hansısa başqa bir çərçivələr, ona görə tərk eləmişsiniz. Yəni, bu o demək deyir ki, ateizm sizə nəsə verdi. Əzizim, mən zina elədiyim halda... Məsəl üçün deyirəm də, yəni... Bildim, başa düşürəm. Hər bir şeyi, bax, belə deyim də, ağılla, tavatla otuzdura bilirəm yerinə. Məsəl üçün, mən dində olanda, siz dediyiniz o zina məsələlərini
İslamın qaydası ilə necə eləmək lazımdır, onları da bilirəm. Əslində bizim Zinanı İslamın qaydasına eləmək. aiddir. Kəbindən qırağa cinsi əlaqə. Necə? Kəbindən kənar cinsi əlaqə. Yox, zina bax bir müsəlmanın digər bir müsəlmanın övrətinə, zövcəsi ilə olan əlaqəsidir birbaşa. Yox, fərqi yoxdur. Müsəlman zövcəsi, qeyri-müsəlman zövcəsi. Kəbindən kənar olan cinsi əlaqədir zina. Kəbindən əlaqə, bax yaxşı, kəbin müvəqqəti kəbindir. Söhbətdən uzaqlaşırıq müəllim. Yəni bunun üçün bax əziz qardaş, bax bunun üçün 3 dənə variant var. Birincisi, bu xanım mənim cariyəm. Müəllim, düz sistemi artıq dərəcə. Bax, riyaziyyatçı adamsınız da, Azər müəllim. İcazə vermiş. Dönə. Bax, müntəzir qardaş konkret sual verdi ki, cavab vermişsiniz ona. Bax, zinaya kimi getdiyi çıxdı. Yəni, ateizm sizə nə verdi? Bax, 1, 2, 3. Deyirəm ki, azadlıq siz qəbul eləmirsiniz. Bu bir. İkincisi də ki, o bayaqki sualıma cavab verim. Deyirəm ki, bax o zinanı eləmək məcburiyyətində deyiləm birincisi. İkincisi də ki, əgər bir qadına... Zinanı eləmək məcburiyyətində deyirsiniz. Nə adiyyəti var ki, müəllim? Yox, deyirsiniz ki, kimsə zina eləyirsə və bundan dayana bilmirsə... Müəllim, sual sadədir, müəllim. Sadə bir sualdır. Sözümü kəsirsiniz dəqiqədə bir. Olmur axı. Kənara çıxır axı, müəllim. Yox, bir dənə bunu bitirim. Bax, özünüz başa düşərsiniz. Birincisi, zinaya nə gərək var ki, İslamda zaten çox arvadlılıq da var, cariyə məsələsi də var, siğə məsələsi də var. Müsəlmanlıqdan danışmıyorum. Samim, icazə verin, xahiş edirəm. Azər bəy, mən bir ateist olaraq 5 dənə qadınla yaxınlıq edə bilərəm kəbin olmadan. İcazəli, yəni ateizmdə məsəl üçün bunun əksi var. Hansısa bir ateist argument deyir ki, bunu etmək olmaz. İslamda siz 5 dənə xanımla yaxınlıq eləyə bilərsiniz o halda ki, əgər o xanımların tutaq ki, əks... Yox, İslamı demirəm. Bax, siz dediniz ki, İslamda çox arvadlığa icazə var. Okey, razıyam. Sual. Ateizm, mən bir ateistəm. İslamı qəbul etmədim. Mən 4 dənə qadınla yaxınlıq edə bilərəm, edə bilmərəm. Ateizmdə ümumiyyətlə bu məsələlər müzakirə olunmur. Okey də, yəni mən bir ateist olaraq gedib nəinki 400 dənə qadınla, bir gün içində 30 dənə qadınla yaxınlıq edə bilərəm də, düzdür? Yəni bu yox. Ya bu bir ateizmin heç bir meyarı bunu təksib etmir də. Çərçivə yoxdur da müəllim. Bir hədəf məsələləri araşdırmaq əzizim. Əhsən, amma İslam isə deyir ki, bu halın olma ehtimalını nəzərə alaraq İslam deyir ki, bir kişi 4 qadınla evlənə bilər bu halda ki, əgər onun evləndiyi birinci qadın icazə versə ikinci ilə, icazə versə ikinci və birinci üçüncü ilə, birinci, ikinci və üçüncü icazə versə dördüncü ilə evlənə bilər. Amma ayənin sonunda Allah deyir ki, ədalət tərəzisi orada şaşa bilmə ehtimalını nəzərə alaraq sizə bir dənəsi tövsiyədir. Amma mənə tövsiyə olunan ümumiyyətlə ateizmdə belə bir meyar yoxdur ki, sən bir qadınla yaxınlıq elə. Məsələ budur. Yəni məsələn bir qadın ateist olaraq fahişəlik eləyə bilər, amma bir müsəlman qadın fahişəlik eləyə bilməz. Fərq buradadır. Aha, bax, əzizim, söhbət nədən gedir? Bax, səni azad buraxıb və sən də sosial bir varlıqsan, sən bu sosial varlıqda özünə bir seçim seçirsən. Zaten istənilən müsəlman ölkəsində, istənilən ateist ölkəsində, hər bir yerdə bu dediyin məsələ adını çəkmirəm. Ateist ölkəsi yoxdur müəllim. Bir dəqiqə qulaq asın. Bu arada ateist ölkəsi yoxdur Azər bəy. Təşəkkür edirəm. Buyurun. Yox, yəni cəmiyyət olsun, toplum olsun, fərqi yoxdur. Məsələn 5 dənə ateist deyək. Yaxşı, deyək ki, müsəlman ölkəsi var. Müsəlman ölkəsində də bu tip xanımlar var. Bəli, razıyam. Bu çünki xislət və xarakter məsələsidir. Bəli, razıyam. Bu insanlar bu işlə məşğul olur. Yarısı vicdan azabı çəkir ki, mən bu işlə məşğul olmuram. Bax, müsəlmanı da, ateisti də, deisti də, xristiyanı da, hər bir kəs zaten bu toplumda bu işlə məşğul olan hər bir kəs qınaq belə deyim də mərkəzinə çevrilir. Yəni bunu heç bir cəmiyyətdə, yəni normal qarşılamırlar zaten. Məsələn çox üzr istəyirəm. Okey, razıyam. Doğru deyirsən. Bilirsiniz niyə normal qarşılamırlar? Ona görə ki, bu sosial cəmiyyətdə problem yaradır. Tamam. Ümumiyyətlə bu bir əxlaqsızlıqdır da, yəni sosial cəmiyyətdə. Belə deyim də, bəli.
Bəli. Əgər bu sosial bir cəmiyyətdə problem yaratmasa, yəni bu bir əxlaq meyarı olmasa, bir insan gedib fahişəlik edə bilər? Heç kim Əlbəttə. bilməz. Yəni o zaman məsələn bir qadın götürək, bir qadın gedib 30 dənə kişi ilə bir gün içərisində yataq münasibəti yaşadıqda və subyektiv olaraq bunu əxlaqlı hesab etdikdə, o zaman bu adam subyektiv olaraq əxlaqlı hesab olunur? Əxlaqlı və əxlaqsız mənə görə, yəni belə deyim, 5-6 nəfərin elə aramızda deyək. Bax burada nə qədər adam var. Biz aramızda bir qayda qəbul edirik. Deyirik ki, sabahdan gəlin belə bir şey eləyək də, heç kim məsələn oğurluq eləməsin. Çünki biz bir yerdə belə deyim, malımızı, mülkümüzü toplamalıyıq. Gələn yaya qədər sağ qalmaq üçün bundan hissə yeməliyik. Hər kəs məsəl üçün bir qurtum su içməlidir. Bu bizim aramızda olan bir əxlaqdır. Əxlaq nədir? Əxlaq qanundur, qaydadır. Bu qaydaya əməl edilməyənə biz deyirik əxlaqsız. Yəni qaydanı pozdu. Bu bizim sosial cəmiyyətdə bizə məsəl üçün o dediyiniz o tip qadınlar bizim sosial cəmiyyətə ziyan verirsə biz buna sız deyirik. Əgər bu qaydaları pozmayan insanlara biz deyirik lı deyirik. Əxlaqlı. Başa düşdüm. Üzr istəyirəm. Siz qeyd edirsiniz ki, əxlaq... Bir də üzr istəyirəm, sana mənim çox üzr istəyirəm. Qeyd edirsiniz ki, əxlaq qaydadır. Əslində bunu mən qeyd eləməyimin səbəbi var. Əxlaq qayda deyil. Çünki biz bilirik ki, heç bir qayda resursu ümumiyyətlə əxlaq sayılmır. Əxlaq sadəcə tərifi də budur. Yəni bir nəfər götürüb Google-a yazsa ki, Azərbaycan siz də istəsəz, yazın bir dənə Google-a. Əxlaq davranış qaydalarıdır. Yəni bu qayda struktur olaraq məsələn konstitusiyonlu bir qayda deyil. Hətta buna qayda davranış qaydası belə elə vurğulayıram ki, mən sizin əslində dediyinizə təksib etmirəm, dediyinizə gəlirəm ki, biz əxlaqa qayda belə deməyimiz, yəni davranış qaydası deməyimiz özü-özlüyündə problem yaradır bir neçə hissədə. Çünki əxlaq davranış qaydasıdırsa bu obyektiv bir həqiqət olmaq məcburiyyətində olur. Və eyni anda bu günlərin məsəl üçün bizdə Novxanı çimərliyindən dik pilyaj arasındakı fərqi nəzərə aldıqda əxlaq ümumi bir davranış qaydası olmur. O zaman əxlaq şəxsi subyektiv predmet olur. Yəni bir şəxsin subyektiv olaraq mən buna əxlaqlıdır deyir. Məsələn Azər bəy deyir ki, mənə görə məsəl üçün bir qadın fahişəlik edirsə o əxlaqsızdır. O zaman bu Azər bəy üçün keçərli olur. Yəni bu ümumi nəzərdə tutulmur. O zaman əxlaqa ümumi qayda deyiriksə, o obyektiv olma məcburiyyətində olur. Yəni siz əxlaqa ümumi qayda deyirsiniz, yoxsa subyektiv qayda deyirsiniz? Baxın, hansı cəmiyyətdə bu zərər verirsə, həqiqətən, bu sosial cəmiyyətin fərdləri bunu müəyyən edir ki, bu əxlaqlıdır, yoxsa əxlaqsızdır. Məsələn, belə bir şey deyim. Bu çox gözəldir ya. Bu arada mən siz dediyinizə, yəni şəkildə mən yanlış anlamayım. Bir dənə söz deyim qardaşım. Bir dənə söz deyib susacağam. Olmazmı ki, Azər müəllim bu suallara ateizm cəmiyyəti, ateizm toplusu, 5 nəfər ateist fikri kimi dilsin də. Cəmiyyət ateizm deyil axı. Samir bəy, baxın, Azərbaycan ateistləri fərqli bir coğrafiyada yaşayır, fərqli bir adət-ənənələrlə yaşayır. Fransa ateistləri tamamilə fərqlidir. Yəni biz ona görə də sizi müxatəb alırıq da. Mən ona görə də Professor Lawrence Krauss'un özünü müxatəb aldığım kimi sizi ala bilmərəm. Çünki Professor Lawrence Krauss bir ateist olaraq adam deyir ki, mənim qızımla oğlum qoruyucudan istifadə etsə yataq münasibəti yaşayaraq biyoloji təhlükə aradan qalsa problem yoxdur. Amma mən əminəm ki, siz bir Azərbaycanlı həmvətənlimiz kimi bu cür düşünə bilmərsiniz. Çünki bizim Azərbaycanlımızsınız siz. Siz məsəl üçün süd bazı qardaş evliliyinə pis baxırsınız. Çünki siz bir Azərbaycanlısınız, düzdür? Amma halbuki süd bazı qardaş evliliyi Quran ayəsidir. Qurandan başqa da heç bir yerdə bu pisdir demir. Buyurun. Deyil. Demir. Qurandan başqa harda deyir süd bazı qardaş? Hardadır? Heç bir dində yoxdur Azərbaycan. Heç bir dində yoxdur. Heç bir dən İslamda. Siz məsələn Cainizmi araşdırırsınız. Azər bəy, onlar burada. Bir dənə üzr, Murad bəy bir dənə üzr. Bir dənə İslam dinində, söhbət səmavi dinlərdən gedir. Bir dənə İslam dinində. Siz Cainizmi araşdırmısınız? Cainizmi araşdırmısınız? Zionizm. Bəli. Tamam, baxaq. Zionizmdə yazılıb ki, süd bazı qardaş evliliyi haramda olmaz, düzdür? Bəli. Tamam, baxaq görək. Hansı kitabda, kitablar nədir?
Cainizm 2500 il bundan qabaq, İslamdan da qabaq yanılmış bir dindir. Orada o kadar şeyler var ki, o kadar güzel bir şeyler var ki. Yani biz bir dini yapışmışıq, elə bilirik ki, bizim dinimizde her şey var. Cainizmdə hətta belə deyim, Zainizm, Z-A-İ-N-Z-İ mi? hansı ki, anında məni cəzalandıra bilər, anında mənim üzərimdə məsuliyyət qoya bilər. Mən bu qədər qayda qanunlardan əlavə başqa bir qayda qanunlara da tabi olmağı mənim üçün əlavə məsuliyyət yaradır və mən özümü tanıyıram. Amma mən bilirəm ki, mənim vətəndaşlarımdan o qədər saf, savadsız insanlar var ki, bu əlavə bu qayda qanunlara uyub da başqa problemlər ortaya çıxarda bilən adamlar olacaq. Məsəl üçün idah edirəm. İşi də qoşulanlar. Onlar ateist idilər. Yox, dindən getmişdilər. Məsəl üçün hər kəs Müntəzir bəy kimi ağıllı, savadlı, dindar ola bilməz. Məsəl üçün öz yerini bilən adam ola bilməz. Burada müəyyən bir qıraqdan gələn bir fikirlərə, fətvalara uyan milyonlarla insanlar ola bilər. Və bu da ümumiyyətlə cəmiyyətimiz üçün problemdir. Aydındır. O zaman bunu deyim Fazil Bey'e söz vereceğim. Bunu deyim Fazil Bey, sonra Samir Bey, sonra Sokrat Bey. Hamı bir sırayla danışaq. Ben bir dənə bunu deyirəm. Əslində mən Azər Beylə razıyam. Yəni dini qruplaşma adıyla adıyla. Məsəl üçün bir çox qruplaşmalar var ki, onlar dinin adı altında bəzi icraatlar icra edirlər və bunlar din adı altında olduğuna görə həmən insanların mövqeləri radikal və ekstremist mövqe olur. Amma anlatmaq istədiyim bilirsiniz nədir? Bir adam istər radikal, istər ekstremist mövqeyə sahib olsun, bu adam ateist olaraq da bu mövqeyə sahib ola bilər. Amma halbuki burada daha pisi nədir? Daha pisi budur ki, ümumiyyətlə ateistlərin mövqelərindəki bir bilgi var. Deyirlər ki, bir insanın radikal və ekstremist olmasının səbəbi beynində baş verən avtonom neyrobiyoloji prosesdir. Əgər bu beynimizdə baş verən avtonom neyrobiyoloji prosesdən asılıdırsa, o zaman bir adam nə edə bilər? Bir adam ateist olarak da radikal ve ekstremist olabilir. Dolayısıyla bu yalnız dinden kaynaklanmır. Bu bir mənalı olarak insan faktorunun beyindeki baş veren prosesinden kaynaklanır. Ve bu mesele tek mənalı olarak yani ateizm özünde belə təksib olunan bir mesele değil. Müntəzir, düz deyirsən, razıyam. Amma məsələ burasındadır ki, bir var meymunun əlinə avtomat verək, Kalaşnikov. Bir də verək onun əlinə pambıq. Hansı təhlükəlidir? Bakın her bir halda ben eğer birinin eline kalaş alıp ekstremist bir insan gedib insanı öldürərsə, bu adam ister ateist olsun, ister dindar, ettiği şey yanlıştır. Yani bu mesele din meselesi değil axı. Çünkü biz dini okuyanda Əgər Azər bəy, siz bu günləri, bunu deyim Fazil bəy, siz. Bax, Azər bəy, əgər bu günləri, siz necə ki bayaq dediniz, hər kəs Müntəzir kimi məsəl üçün öz yerini bilən, ağıllı, savadlı, dindar ola bilmir ki. Əgər mənim kimi bir alternativ varsa dinin içində, o zaman nəticə çıxardırıq ki, məsələ dində deyil, məsələ dindardadır. Yəni dindar adı altında gedib ekstremist mövqeylər tutanlardadır. Çünki mənim kimi bir mövqey tutan adam kalaş əlinə alıb hamını öldürmür ki. Amma bunu edən adamlar varsa, deməli problem hemen adamlardadır. Dinde değil. Dinde olsaydım ben de gedib adam öldürərdim. Nəticə mənəm. Məsələ nədir? Müntəzir, bax, sən mənə görə zaten bu bir uydurma ideologiyadır. Necə ki, hər hansı bir hakimiyyətə gəlmək üçün. İndi təbii də, yəni mən ateist olaraq, təbii olaraq bunlara uydurma Ben deyəm, mənim də öz şəxsi düşüncələrim var, ümumi ateizmə bağlı. Bəli. Sənə görə bu bir həqiqətdir, mənə görə bir uydurmadır, təbii olaraq. Bəli, sizdən sonra Fazil bəy danışacaq, Azər bəy. Hə, baxın, bu uydurmaya görə... Eştirəm, hörmətçisi kimi çəkilməz, naşıqdır. Okey. Bu uydurmada hər hansı bir doğru düzgün, yəni neytral bir mövqe tuta bilən Müntəzir bəy var. Amma, belə deyim, bu işin içindən çıxarları olan insanlar çox gözəl və rahatlıqla həmən bu silahdan dövlətimizə qarşı da istifadə edə bilər və yaxud da ki, nə bilim, insanlarımızı məhvə doğru da apara bilər. Yəni bu insanların savadından asılı olan şeydir. Əfsuslar olsun ki, bizim insanların əksəriyyəti İslamdan, Qurandan xəbərsiz insanlardır. Və biz İslamı, Quranı, nə bilim, İslamiyyəti ondan bundan eşidərək öyrənmişik və heç özümüzün seçimimiz olmadan biz müsəlman olmuşuq. Çünki coğrafi müsəlmanıq.
Nəticə etibarilə müntəzir kimi dinimizi öyrənə biləcəyimiz halda ondan bundan ne işləyibizə görə problem yenə də sizdədir, dində deyil. Fazil bəy buyurun. Yo indi bak dediniz sırası Fazil Bey dedi ama özünüz cevap verdiniz. Bir tane buna da mən. Yo, çünki siz cavab iki daşıyan söz dediniz Azər bəy. Buyurun. Bir dənə bunu da deyirəm. Müntəzir belə deyim, oxuyub, öyrənib, indi o özünün öz işidir, belə deyim də məqsədidir. Amma mən də oxudum, mən də başa düşdüm ki, bunlar hamısı ümumiyyətlə kitabın mahiyyəti, motivi, ümumiyyətlə tarix boyu, təkcə bu İslamın günahı deyil, ümumiyyətlə tarixdə bütün ideologiyalar, bütün siyasətlər yalan üzərində qurulub. Söz vermə, vəd vermə üzərində qurulub. Və bu da Siz dini oxuyub araşdırmısınız Azər bəy mənim qədər? Yəni o qədər araşdırmağa heç ehtiyac görmürəm. Mən ehtiyac deməli var da. Bu gün müntəzir əgər müsəlmandırsa və radikal ekstremist deyilsə, deməli ehtiyac var da müntəzir qədər oxumağa. Müntəzir sabahları istənilən vaxt radikal da ola bilər. Bu sizdən qaynaqlanır. Yəni bir ateist əgər mənim dinimi, dinimin dəyərlərini və ya mənim şəxsimi söyüb təhqir etdikdə mən radikal o artıq dini məsələ olmayacaq. Yenə də şəxsi məsələ olacaq. Amma halbuki real olaraq mən bu gün radikalam Azər bəy. Yəni sizi öldürürəm. Yox, öldürmürsünüz çünki öldürə Nəticə etibar. Yo, niyə öldürə bilərəm? Sizi öldürüb ki, türmədə yata bilərəm. Öldürə bilməzsiniz çünki əmin olun ki, bax bu siz də məni öldürə bilərsiniz. Yəni bu insanı öldürə bilər. Bu seçimdir. Əslində o yox. Şəxsi olaraq, fərdi olaraq düz deyir. Sizi öldürə bilərik. Öldürüb cəzamızı çəkəcək. Cəzasını çəkəcək, bəli. Bəli. Amma şəriət dövləti olsa, sizə buna haqq verəcək və sizi öldürəcəksiniz. Xeyr. Siz İslamdakı, bax, əgər siz yenə də deyirəm, siz bayaq dediniz ki, mən öyrənmişəm. Siz əgər İslamı öyrənsəydiniz, belə bir iddia etməzdiniz. Çünki heç bir şəriət dövləti Azər bəy kimi bir ateisti öldürün demir. Çünki Azər bəy yetəri qədər adekvat və intellektual bir insan olduğuna görə İslam dini deyir ki, əgər Azər bəy inançsız olaraq İslam ölkəsində yaşayıb, İslamın bütün strukturlarından tam təminatlı istifadə edəcəksə, bu günlərim Azərbaycan Respublikası və bütün dünyada olan, necə ki Trump'ın 29 dənə ölkəyə qoyduğu o vergini ödəyərək o ölkədə yaşaya bilər. Bunu da istəmirsinizsə hicrət edib başqa yerdə yaşaya bilərsiniz. Hər bir halda İslam öldürün demir. Buyurun. Əzizim, Quranda yüzlərlə ayə var ki, öldürün, kəsin, doğrayın. Hətta öldürəndən sonra barmağını kəsin deyir. Xeyr, Quranda öldürün, kəsin, doğruyun, yüzlərlə ayə deyil. Quranda 25 dəfə öldürün ifadəsi keçir və hər biri xüsusiləşdirilmiş ayədir, ümumi deyil. Yəni Azər bəy əgər öldürün iddiası olsaydı, əmin olun ki, dünyadakı 2,5 milyard müsəlmandan biri sizi öldürmüş indiyə qədər. Halbuki siz bizim Azərbaycanın böyük intellektual bir ağsaqqalısınız. Yəni sizi bu yaşınıza kimi öldürən olmuyor. Bax, əzizim, bax, öldürün kəlməsi orada işlədilir və bu müşriklərə, sizə inanmayanlara qarşı və hətta düşmənlərinizə qarşı da olsa, nəhayət olaraq insana qarşı. Yəni siz Quran-ı Kərimə görə nə müşriksiz, nə kəzzab ola bilərsiniz, yəni yalancı sayıla bilərsiniz, çünki siz İslamı yalancı adlandırırsınız, amma müşrik qəti şəkildə deyilsiniz və Quranda öldürün ifadəsi. Yaxşı, tutaq ki, mən müşrikəm. Tövbə surəsinin 5-ci ayəsindəki müşrikləri harda gördünüz öldürün ayəsinin cavabı Tövbə surəsinin 1-ci ayəsindədir. Çünki Allah Quran-ı Kərimin Tövbə surəsinin 1-ci ayəsində deyir ki, bu ayə Allahla və Allah və onun rəsulundan, Allahın rəsulu ilə əhd bağlamış, bax, sənəd imzalamış müşriklərə xəbərdarlıqdır. Tövbə 1 oxuyun da nə olar? Niyə Tövbə 5 oxuyursunuz ancaq? Bilirəm, mən Tövbə 5-dən danışmadım. Mən Tövbə 29-dan danışıram. Mən Ənfal 12-dən danışıram. Azər bəy, bu mövzuları sizlə çürütmüş yaxı, özünüzə də sübut eləmişəm. Konkret müharibə. Baxın, manipulyasiya eləməyə ehtiyac yoxdur. Heç nə sübut eləməyib. Əksinə biz sizə sübut eləmişik ki, hətta bu nətər Allahdır ki, başını boynunu vurandan sonra deyir barmaqlarını da kəs. Nə ehtiyac var? Ənfal 12. Bəli. Qoy paritet olsun. Qoy mən öz növbəmi çünki istəyirəm Sokrat bəy də eşitdim sonra, amma bir şərtlə ki, Sokrat bəydən dərhal sonra mən danışım. Yox, mən çalışacağım qısa danışam. Çünki sual əslində konkretdir. Yəni ateizm nə verir? Hamı bilir mən ateist deyiləm. Mən bir yaradıcı olduğuna inanıram, amma dinlərə ateistəm. Sokrat bəy danışır. Çox sağ olun. Bilmirəm nə deməkdir o. Mənim üçün xüsusi mənası var idi. Buyurun.
Hə, sağ ol. Deməli, mən dinlərə ateist olduğuma görə belə deyim ki, Üzr istəyirəm, bunu deyim, çox üzr istəyirəm, sözünüzü kəsdiyim üçün. Azər abi neçə yaşın var idi sənin? Yaşını öyrənmək istəyirəm sadəcə. 50. Yəni mən bildiyim qədərlə 50 yaşım var. Yəni adam ağsaqqaldır. Yəni ona görə Azər abiyə xüsusi hörmət. Buyurun Sokrat bəy. hə, yəni mən bəzən baxıram ateizmin yanaşmasına, məsələn əsasən də TikTokda. Yəni elə bir mövzunu o cür qururlar ki, yəni Quranın bütün ayələri səhvdir və yəni məsələn hansısa bir Quran ayəsini gətirəndə ki, axı bəs burada belə bir şey var və bu yaxşıdır, sübut eləməyə çalışırlar ki, yox o da səhvdir. Yəni bu yanaşma mənə görə doğru deyil. Çünki Quranın hansısa bir ayəsinin düzgün olması, Quranın Allahdan və yaxud da ki, müqəddəs olması anlamına gəlmir. Zaten bir səhv olmağı, iki səhv olmağı yetər ki, bunu göstərsin ki, bu müqəddəs bir kitab deyil. Mənə görə bu kitabı adi, daha ağıllı, bizdən daha müdrik, bizdən deyəndə o dövr üçündə, yəni ki, sıravi bir insanlardan daha müdrik bir insan yazıb. Yəni ateizmə görə bu cür yanaşılmalıdır əslində. Və ateizm nə verir? İnançlardan əlavə ona əsas deyim ki, ateizm onu verir ki, yəni Quran kitabı öz dövrü üçün çox ağıllı, çox lazımlı bir kitabdır. Bunu qəbul edirəm mən şəxsən, amma artıq bu o dövr deyil və ateist olmaq mənə o imkanı verir ki, mən qəbul edə bilərəm ki, bəli, bu Quran kitabı artıq bu dövr üçün köhnəli və onu reform eləməyə ehtiyac var. Onun yaxşı, məsələn, bizə üstünlük belə deyək də, uyğun olan, dövrümüzə uyğun olan ayələrini götürürəm, qəbul edirəm ki, bu çox yaxşı yazılıb və əlavələrimi eləyə bilərəm ateist olaraq. Amma bir inanclı olaraq, məsələn, bir müsəlman olaraq mən bunu edə bilmirəm. Yəni əsas fərqi budur. Təşəkkür edirəm, amma təəssüf edirəm ki, bu da cavab deyildi. Qayıdacam dediyinizə, çünki mən unutmuram da heç nəyi. Fazıl bəyə söz verək. İzahlar çoxdur, sadəcə mən əsas bunu deyirəm. Çünki nəyə görə deyirəm? Sizin verdiyiniz cavabda mənim sualımın cavabı deyildi. Yəni mən sizə İslamı, dini, Quranı təkzib edərək cavab istəmədim ki. Mən bunlara bax belə bir ki, İslam, din, Quran və Allah anlayışıdır. Bax qatdaladım, qoydum qırağa. Okey, əlimdə nə qaldı? Ateizm, tamam. Bu ateizm öz-özlüyündə bir mövqeyidir, yəni ideoloji bir mövqeyidir. Bu ateizm tam olaraq mənə nəyə vəd edir? Yəni məndən nə lazımdır? Yəni mən niyə ateist olmalıyam? Mən istəmirəm də ateist ol. Bax, problem bilirsiz hardan başlayır. Çox üzr istəyirəm. Fazıl bəyin sırasıydı. Xahiş edirəm. Bir dəqiqə mən fikrimi tamamlayım. Bax, ateizm bizə nə verir? Ateizmin məsələ oradadır ki, bir çox ateistlər belə səhv başa düşüblər. Ateizm dinləri inkar eləmir ki, dinlər yoxdur və yaxud da ki, peyğəmbər yoxdur. Ateizm inkar edir ki, burada bir müqəddəslik yoxdur. Bu sıradan bir insandır və bir sıradan bir kitabdır. Necə ki, hansısa fizika kitabı adi bir insan üçün müqəddəs görsənə bilər, çünki o baxır ora və fikirləşir ki, bunu necə bir adi bir insan yaza bilər. Eləcə də Quran kitabı da, Peyğəmbər də sıravi bir insana müqəddəs və qeyri-adi bir kitab kimi gələ bilər. Ateist bunu inkar edən bir ideologiya deyil. Ateist sadəcə deyir ki, bu Allahdan qeyri-adi bir kitab deyil. Bu ağıllı, yaxşı bir kitabdır. Şəxsən mən bir ateist olaraq bunu bu cür qəbul edirəm. Və ateizm də bizə o imkanı verir ki, mən bütün dinləri də qəbul edirəm. Oradan məsələn, məndən soruşsalar ki, məsələn, əxlaq sən hardan götürürsən? Mən deyirəm ki, müəyyən bir hissəsini İslamdan götürürəm, müəyyən bir hissəsini, yəni bir ateist kimi mən bunu utanmaram deməyə. Burada niyə ateist bunu utanmalıdır ki deməyə? Hansı hissə ki mənə uyğun deyil, məsələn İslamda ki bu mənim əxlaqıma uyğun deyil, rahat da ateist olduğuma görə deyirəm ki bu mənə aid deyil, mən bunu qəbul eləmirəm. Ateizm, mən də onu demək istəyirəm ki, ateizm bizə o rahatçılığı verir ki, istədiyimiz dindən, istədiyimiz kitabdan özümüzə uyğun bir şeyləri seçib bir cəmiyyət yaradaq. Sokrat bəy, sizə təşəkkür edirəm verdiyiniz cavab üçün. Fazıl bəy dinləyək, sonra Samir bəy dinləyək, sonra digər Samir bəy dinləyək, sonra mən sonda yekunda ümumi bir fikir bildirmək istəyirəm. Fazıl bəy, buyurun. Təşəkkür edirəm. Ümumiyyətlə, İslam dinlər barədə araşdırma aparmaq üçün təkcə bunun üçün bu araşdırmanı aparmaq üçün, tədqiqatı aparmaq üçün ateist olmağa ehtiyac yoxdur. Dinlərin elə özündə, əgər insan araşdırma aparırsa, dinlərin özündə, din təhsilində, dini təhsil məsələlərində, dinin özünə tənqidi yanaşma proqramları var. Yəni, istər müəllimlər, istər proqramların içində tutalım elə Tohidin qismləri, Allah birdir, yoxsa beşdir mövzularında dəfələrlə müəllimlər və proqramlarda təkliflər olunur. Müəllim özü müzakirə açır və təklif edir ki, mənim dediklərimə əks arqument gətirin. Bu, İslam təhsil məsələlərində
Minlərlə misal Bəli. çəkmək olar. Hətta mən bu gün o günlərim Elvin Allahverdiyev İslam tələbəsidir. Mən o adamı qaldırıb yuxarı ateist mövqeyindən adama suallar verirdim. Fazıl bəy buyurun. Aha. Əsas məsələ bundadır. Baxın, mən bu dəqiqə hal-hazırda bu bizi izləyirlər. Mən istəyirəm hamı bu məsələdən agah olsun. Mən hal-hazırda bir ilahiyyatçı olaraq təkamül nəzəriyyəsini tənqid eləsəm, haqlı olaraq Azər bəydə, Sokrat bəydə mənə deyəcəklər ki, siz təkamül nəzəriyyəsini nə dərəcədə öyrənmisiniz? Deyəcəm elə oradan-buradan eşitdiklərimdir. Deyəcəklər bu qardaş özü hörmətdən salma. Sən təkamül nəzəriyyəsindən gəl danışma. Oradan sənə bir dənə sual verərək ilişib qalarsan haqlı olaraq. İndi baxın, bir adam əgər deyirsə ki, mən Quranı oxudum və orada nələr tapdım və ateist olmağı qərara aldım. Bu adam Quran oxumayıbdır. Bu adam Quran-ı Kərimin tərcüməsini oxuyubdur. Necə ki, mən iddia eləsəm ki, təkamül nəzəriyyəsinin içində çoxlu sayda səhvlər var və məni hörmətdən salarlar, deyərlər, bir dənə sual verməklə eyni işi biz eləyə bilərik. Deyə bilərik ki, əziz Azər bəy, siz Quran-ı Kərimin öyrənmək baxımından, Quran-ı Kərimi bilmək baxımından hansı dərəcədəsiz? Neçənci dərəcədə? Siz yalnız tərcümə oxumusunuz. Tərcümədə Quran-ı Kərimi başa düşməyə 5% cəmi rol oynayır. Baxın, bir dənə xalifə kəlməsi var, arxa deməli, geri arxa. Bir dənə də vəra kəlməsi var. Bu da arxa deməkdir, o da arxa deməkdir. Bəzi yerdə vəra kəlməsi işlənir. Bunun nə fərqi var? Bunu izah eləyə bilərsiniz. Xırda bir dənə sualdır sadəcə. Və ya məsələn, mövta kəlməsi var, ölənlər deməkdir və əmvat kəlməsi də ölənlər deməkdir. İkisi də ölənlər deməkdir. Quranın bəzi yerlərində mövta kəlməsi işlənir, bəzi yerlərində əmvat kəlməsi işlənir. Amma tərcümələrdə bu elə ölənlər deməkdir, ölülər, ölənlər. Bunun fərqini izah eləyə bilər mənə, məsələn, bu ateist? Xeyr, izah elə bilməyəcək. Bəs əgər bu deyirsə ki, mən tədqiq elədim, araşdırdım və səhv olduğuna gəldim, bu elə mənim o sözümə oxşur ki, mən tədqiq elədim, təkamülü və səhv olduğuna gəldim. Adama bir dənə təkamüldən sual verərlər, cavab verə bilməz və adama da bayaq kimi, mənim dediyim kimi, Qurandan bir sual verərlər, elementar bir suala, elementar. Mövta və ya əmvat, ikisi də ölənlər deməkdir. Nə fərq var bunları? Niyə filan Quran ayəsində mövta işte kəlməsi gəldi? Niyə filan ayədə əmvat kəlməsi gəldi? Deməli, bir adam bir şeyi inkar eləmək istəsə, gərək onun dərinliyinə kimi getsin. Bax, bu məsələni ilk olaraq bildirmək istəyirəm. İkinci, qısa gedirəm. İkinci, Azər bəy bildirdi ki, əgər gələcəkdə şəriət ölkəsi olsa, necə rəftar edəcəyinizi bilinmir də, yəni belə deyək, əgər düz ifadə edilmişsə fikrimi. Əzizim, bizim gələcəkdə şəriət ölkəsi olmaq ehtimalımız, yəni ki, hələ mən görmürəm belə bir şey. Amma ateizmin gəlib hökumət olmasını biz görmüşük və hökumət olduğu vaxtda ateizm, hakimiyyətdə olduğu vaxtda təkcə Azərbaycandan xeyli sayda işıqlı insanları məhv elədi. Hüseyn Cavid olsun, Müşfiq olsun, bunu biz gözümüzlə görmüşük. Yəni gözümüzlə görmüşük, o deməkdir ki, biz bunu yaxın tarixdən oxuruq və bilirik. Yəni kommunistləri, sosialistləri səhv salmayasınız, Fazıl bəy. Cavab verərsiniz. Yəni demək istəyirik ki, biz bunu, siz ehtimal edirsiniz ki, şəriət ölkəsi olsa biz Azər bəy kimlərə cəza verərik. Amma biz bunu görmüşük şəxsən Azərbaycanda ki, ateizm gəldi hakimiyyətə və nə qədər insanları məhv elədi, özü işıqlı insanları. Fazil bəy, tamamilə yanlış məlumat verirsiniz. Ateizm hakimiyyətə gəlməyib. Ateizmin hakimiyyətə gəlmə şansı da yoxdur. Sadəcə ateizmdə heç idarəçilik qanunları da yoxdur. Yo, Sovet ölkəsi ateist bir ölkə değildi. Baxın, Sovet hökumətinin sosialist qayda qanunlarla idarə olunması vardı. Bərabərlik siyasəti vardı. Bunun ateizmlə heç bir əlaqəsi yoxdur. Hə, hakimiyyətdə olanlar ateist mövqeyində ola bilərlər, amma ateizmin idarəçilik şeyi yoxdur, qayda qanunları yoxdur. Siz səhv salırsınız. Bu bir. İkincisi, deyirsiniz ki, tərcümə məsələsinə qayıdırsınız. Niyə növlərin mənşəyi, bunu yazan bəyəm Azərbaycanlı idi? Niyə onun tərcüməsində bir problem yoxdur? İstərdi. Bu tərcüməçilər zaten şərqşünaslar və İslamçılardır. Fərqli bir tərcüməniz varsa, buyurun qoyun ortaya, ondan oxuyun. Azər bəy, tam qoymadınız öz fikrimi bildim. Qoy, eyb yoxdur. Bu sualınızı da nəzərə alıb fikrimi tamamlayayım. Olsa qısa danışıram. Çünki Samir bəy də var burada. Darwin, falan filan. Bunlar
Samir bəy, Azər bəy, mən tam sözlərimi çatdırmadım. Eyb yox, sizin bu dediklərinizi nəzərə alıb bir-iki cümlə ilə öz fikrimi bitirim ki, burada Sahib bəy də var, Samir bəy də var. Baxın, son cümlələrimi deyirəm. Biz heç vaxt, bax, Azər bəy, səs sizdə qırılır. İnternetdə Çox problem. hə, Azər bəy, Azər bəy, siz düşün təzdən gələrsiniz də, hə. Aha, mən fikrimi tamamlayım. İnşallah və ofisi qardaşlara söz verib. Baxın əzizim. İnşallah və ofisi qardaşlara söz verib. Baxın əzizim. Biz heç vaxt və heç vaxt Quran-ı Kərimin tərcüməsini Quranı başa düşmək üçün əsas hesab eləməmişik və eləyə də bilmərik. Hər bir insan tərcümədə səhvlərə yol verə bilər. Bu heç vaxt əsas ola bilməz. Biz deyirik ki, Azər bəy kimi araşdırma aparan insan nə əcəb həmən müşrikləri öldürün mövzusunda Quranın izahlarına baxmayıb. Hansı təfsir yazıb ki, dünyada bütün müşrikləri öldürün? Təfsirə ehtiyac var. Quran ayəsini başa düşmək istəyirsənsə, ya özün gərək mütəxəssis olasan, ya mütəxəssis sözünə baxmalısan. Mütəxəssis deyir ki, orada söhbət, mən dəfələrlə demişəm, Azər bəy olan efirdə demişəm, Azər bəy kəlmə belə gedir. Fəqtulul müşrikin. Fəqtulul müşrikin kəlməsindəki o əlif lam konkret bir dövrdə müharibənin içində gedən konkret müşriklərdən danışır. Dünya müşriklərindən danışmır. Bunu mən dəfələrlə ərəb dilində izahlar, əlif lamı göstərərək izahlarımı vermişəm. Bax, burada əlif lam var. Əl müşrikindir. Fəqtulul müşrikin. İzah Çox sağ vermişəm. ol, Allah razı olsun. Mövzu itir, Fazil bəy. Mövzu çox uzanır, Fazil bəy. Biz hara gəlib çıxmışıq? Hə, cümləmi bitirəm. Yəni o ki, o müşriklərdən söhbət açdı, ona görə deyirəm. Deməli, Canımızda olan hər bir şəxsə xahiş edirəm, bunu deyim, davam edeyim Fazil bəy. Ümumiyyətlə, hər kəs yetəri qədər intellektual səviyyədə olan şəxslərdir, mən elə bilirəm. Mənə də bir təklif gəlib, o təklif babından kim ki danışır canlımızda, danışandan sonra yayımdan ya bitsin, ya çıxsın, ya necəsə, yavaş-yavaş mövzunu dəyişikdir. Amma mövzu üzərində qalaq da Fazil bəy. Aşağıdan izləsinlər. Buyurun. Çalışan mövzudan çıxmayın. Son cümləm bu olsun ki, bundan sonraki olan canlılarda da bax əzizlər də aşağıdan izləyirlər. Əgər bir ateist həmyerlimiz, biz onları təhqir eləmirik, görürsüz, eləməyə də haqqımız yoxdur. Əgər bir ateist deyirsə ki, mən Quranı araşdırdım və ona görə ateist oldum, biz deməliyik ona ki, sən Quran-ı Kərimi bilməkdə hansı bilik sahibisən? Sən Quranı araşdırdım deyəndə nəyi araşdırdım? Tərcümədən söhbət gedirsə, tərcüməni araşdırdım. Ateist olmusansa, onda sənin belə deyim də bu araşdırman sənin dəyərsizdir. Buyurun. Təşəkkür edirəm Fazil bəy. Samir, buyurun. Buyurun. Fazil bəy, onda belə çıxır ki, Allah Taala sırf ərəbləri qeyri-ərəblərdən 1-0 öndə yaradıb da, düzdürmü? Yəni onların Quranı başa düşmə şansı qeyri-ərəblərdən 1-0 önədir də. Bax, bir cümlə deyim, Sokrat bəy, çox üzr istəyirəm sözü kəsdirmə görə. Bu dəqiqə ərəb dilini bilən bir ərəb də o ərəb dilini bildiyinə görə Quran-ı Kərimi başa düşməz. Yəni bu ərəb dilini bilmək kifayət deyil. Quranın öz xüsusi üslubu var da Sokrat bəy. Yəni bu ərəblərə belə məlum olmayansa, Quranın üslubunu siz bu gün Azərbaycanda öyrənib, gedib məsələn ərəblərin içində danışsaz anlamayacaqlar sizi. Tamam anladım. Onda biz necə bu dediniz məntiqi ki, mən Quranı oxuyuram, başa düşmürəm, mən onu gərək illərlə onu araşdırım. Bu digər minlərlə dinlərə də aid eləmək olar ki, hansı ki onda gərək mən onları da eyni məntiqlə sıraz inkar eləməyəm, dərinliyinə gedəm, illərimi sərf eləyəm ki, nədir ki, çünki ümumiyyətlə dinlərdə belə bir əla argumentdir. Cavab olaraq bizdə deməli Şəhid Mürtəza Mütəhərrir bir dənə qəşəng bu barədə tezisi var. Deyir ki, Sokrat bəy, məsələ burasındadır ki, söhbət əlbət ki, hansı dinlərdə, səmavi dinlərdən gedir. İslam dini, yalnız İslam dinidir ki, bax, yalnız İslam dinidir ki, özündən əvvəlki dinləri təsdiq edir. Özündə cəm edir. Sonuncu din olduğunu deyir. Peyğəmbərin sonuncu peyğəmbər olduğunu deyir. Və bundan sonra yeni bir dinin gəlməyəcəyini deyir. Bu, məsələn, mən bir müsəlmanamsa, artıq mən İslamın özünü araşdırsam və doğruluğuna əmin olsam, mənim ondan əvvəlki dini araşdırmama ehtiyac yoxdur. Çünki doğruluğuna əmin olsam artıq ehtiyac yoxdur axı. Əgər mən məsələn xristiyanamsa, mən İslamı da araşdırmalıyam, Yahudiliyi araşdırmasam da olar. Niyə? Çünki xristiyanlığa görə zaten Yahudilik din olaraq ondan sonraki din İslam dinidir.
Əgər mən Yahudi olsam, mən Xristianlığı və İslamı araşdırmalıyam. Səbəbi də budur ki, mən öz dinimdən sonra mövcud olan və özlərinin doğru din olduğunu iddia edən iki din var. Amma bax maraqlısı burasındadır ki, İslam dini bu cür deyil. Bilmirəm, baş sala bildim ya yox. Başa salırız amma İslamda əvvəl çox din olub axı. Tək Yox, Sokrat bəyə fikrim çatdı. Söhbət mən yalnız Səmavi dinlərdən danışırdım. Bildimi? Yəni indi siz deyirsiniz ki, İslamda bu cürdür də. İndi bu İslamda bu cürdür. Bu dediniz bu tezis var ha ki, çünki İslam hamısını özündə cəmləyir falan filan. Nə yaxşı bunu İslama daxil olan kimi bu tezisi sadədir başa düşmək. Amma digər şeylər üçün illəri sərf eləmək lazımdır. Niyə bu hissəndə başa İlkin düşmək mərhələdə məsələn əladır. Bax, ilkin mərhələ üçün İslamın qəbulu üçün də deyək. Bax, mən əgər İslamı araşdırsam və onun doğruluğuna əmin olsam, ehtiyac var sizcə ondan əvvəlki dinlərdə araşdırım? Niyə bəs birinci İslamdan başlamalıyam araşdırmağa? Siz müsəlman deyilsinizsə, bütün dinləri, yəni məsələn Xristianlığı və Yahudiliyi də araşdıra bilərsiniz. Amma söhbət, məsələn, mən nə etməyə çalışıram? Mən bu günlərim, əgər mən 3 dənə, mən ən qarşımda nə var? Din olaraq alternativim nədir? İslam dini, Xristianlıq, Yahudilik, İncil, Tövrat, Quran, düzdür? Mən bunların öz-özlüyündə, içində... Yox, bunlar kitabla nazil olan dinlərdir də, düzdürmü? Qeyri-kitabi dinlər də var da, düzdürmü? Qeyri-kitabi, baxın, qeyri-kitabi, məsələn, elə, məsələn, qeyri-kitabi dinlər ki var, adətən diqqət eləsəz bu barədə gözəl bir akademik araşdırma var. Qeyri-kitabi dinlərin özündə hər zaman Tanrı konseptuallığında ciddi problem yaranır. Çünki qeyri-kitabi dinlərin özündə təkallahlılıqdan kənar mövzuya toxunulur və məsələn Tanrının fərqli funksionallığından danışır eləyir və fəlsəfi olaraq burada Tanrı anlayışı artıq təkzib olunmuş olur. Biz ona görə yalnız, biz ümumiyyətlə siz bilirsiniz, səmavi dinlərin hər birinin ortaq 3 dənə nöqtəsi var. 1. Ortaq nöqtələri budur. Tanrı var və təkdir. 2. Tanrının bir elçisi var. 3. Ölümdən sonra həyat var. Bu 3 məsələ bütün səmavi dinlərdə ortaq nöqtədir. Xristianlıq, Yahudilik, İslam, Zəbur və bunların hər birini araşdıra da bilərsiniz bu arada. Məsələ də budur ki, söhbət səmavi dinlərdən getmirsə, digər dinləri təkzib etmək üçün ümumiyyətlə ağıl kifayət eləyir. Nədən? Tanrı anlayışından. Misal üçün, mən buddizm din konseptual olaraq niyə inanmaram? Çünki ağıl inayət eləyir ki, bir əllə düzəldilmiş bir şey Tanrı ola bilməz. Bunun üçün mən dini bir mətn oxumağıma, bunun üçün bir peyğəmbərin mənə bir xəbər... Milyonlarla insan ona inanırdı, amma milyonlarla insan... Bəli, bu mümkündür. Biz ona inanmayan... Bax, üzr istəyirəm, Həmid bəy. Sokrat bəy, buna inananlar ağılsızdır demirik ki, amma biz deyirik ki, ağıl inayət edir ki, Tanrı, anlayış olarak Tanrı, Budda ola bilmez. Ümumiyyətlə, Buddizmin irəli sürdüyü Tanrı konsepti ola bilməz. Yəni, ağıl subyektivdir, hərə bir cür ona yanaşır. Buddadan xəbəriniz yoxdur. Bhagavad Gita'nı oxumusan, ay müntəzir? Xeyr. Ayso. Ona görə də... Ay, oxumuşam. Orada, üzr istəyirəm, Tanrının yaratdıqları fonksiyonallıqda, yaratdıqlarının vəzifələrindən və s. onu demirsiniz? Yox, adları var orada, nə bir şey var. Bir 6... Yox, Bhagavad Gita ümumiyyətlə Mahabharata'nın bir hissəsidir. Mahabharata çox... Səs qarışıb, mən heç kimi eşitmirəm bir dəqiqə. Budlar orada Allah sayılmır. Budlar vasitəçi sayılır. Necə ki siz gedirsiniz tutaq ki Həcə, Kəbəyə, orada belə deyim ibadət eləyirsiniz, orada Allahı çağırırsınız. Budda orada bir vasitədir. Buddanın özünü ibadət edirlər orada. Yox, Buddanı bax vasitə olaraq qəbul edirlər. Onlar da Krishnaya ibadət edirlər. Okey. Bax, fərqi izah eləyim. İslamda misal Kəbə. Fərqi nədir? Biz Kəbənin bir dənə balaca bir maketini evimizin istənilən bir yerinə qoyub, yerdə bu Kəbə evinin maketi olsa, mən o tərəfə səzdə edə bilmərəm. Ancaq mütləq şəkildə yenə də Məkkə şəhərində mövcud olan Kəbə evinə tərəf. Allah oradadır ancaq. Yox, Allah bizim ora tərəf səzdə etməyimiz Allaha tərəf səzdə etməyimiz mənasını vermir. Ümumiyyətlə Kəbə evi simvolik olaraq bütün müsəlmanların birliyini bildirir. Yəni oradan məsələ sırf Kəbə evinin özünə təzim etmək deyil. Fərq buradadır ki, sizin dediyiniz o Krishnaya inananlar və Buddaya səzdə edənlər
Onlar da Buddanın bu Buddanın düzüsən. ətrafında birləşirlər də. Onlar da Buddanın məsələ burasındadır ki, onlar Buddanı məsəl üçün stolun üstünə qoyub Buddaya tərəf təzim edib ona ibadət edirlər. Amma bizdən siz də bu Kəbə evində fırlanırsınız, başına dönürsünüz. Niyə fırlanırsınız? baxın, niyə fırlanırsınız? İkinci bəhs. Əgər ona açılıqsa, buna görə ki, bu çünki Peyğəmbər sünnəsidir, təvafın qaydasıdır, Allahın Quranda ayəsidir. Bu Peyğəmbər artıq sünnətçisidirsə bunu şey eləmək olmaz da, müzakirə eləmək olmaz. Yəni Yo, onu demirəm. Demirəm müzakirə eləmək olmaz. Olar, amma gəlin edək ya. Amma bundan öncə bu Tanrıya, məsələn, Kəbə evini təvaf etmək, Kəbəyə ibadət etmək mənasını vermir. Amma Buddaya təzim edib